Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Gördüyünüz ərazi Xətai rayonu Xudu Məmmədov 41-də yerləşir. Görürsünüz, əvvəllər burada uşaq parkı olub deyilənlərə görə, sakinlərin dediyinə görə. Burada uşaq parkı olub. Amma bugün burada Leon Pub deyilən bir musical lounge var, müzik lounge var ki, onlar bu ərazidəki bütün ağaçları, uşaqlar üçün olan, uşaq əyləncəsi olan vacib konstruktorların hamısını söküblər. Bax, görürsünüzmü? Görürsünüz, bax, bura qədər gəlib. Ağaçların dibi qazılıb, çəkilən yerlər, hasarlar sökülüb. Hazırda orada iş gedir. İndi mənə sakinlər dedilər ki, Postpatrul xidmətinin əməkdaşları gəlib və onlara bildiriblər ki, tikintini dayandırsınlar. Və bütün buna baxmayaraq, onlar görürsünüz, hələ də bu ərazidə işləyirlər. Nəzərinizə çatdırım ki, Azərbaycanda, Azərbaycan Respublikasının qanunlarına görə ekologiyanın qorunması məqsədi ilə bir kolun belə qırılması üçün və ya sıradan çıxarılması üçün mütləq qanuni icazə olmalıdır və çıxarılan ağac və ya kol isə bu köçürüldüyü yerdən digər bir yerə köçürülməlidir, çıxardıldığı yerdən ki, həmin ağac məhv olmasın və ya kol məhv olmasın. Yəni, dövlətimiz ağaca, kola, ekologiyanın qorunması üçün bu qədər diqqətlə yanaşır. Amma buna baxmayaraq, bəzi işbazlar gördüyünüz kimi, görürsünüz, burada iş aparırlar. Gördüyünüz kimi onlar burada tikintini davam etdirirlər. Nə tikəcəklər bilinmir. Yəqin ki, uşaq əyləncə mərkəzini, uşaq əyləncə meydançasını dağıdıb, yerində özlərinə uyğun əyləncə mərkəzi tikəcəklər. Hazırda fəhlələr, bax, görürsünüz, çalışır, burada işləyirlər. Adamlar narazılıq eləyirlər. Adamlar bildirirlər ki, bu ərazi uşaqlar üçün meydança idi, uşaq meydançası idi və burada çoxlu ağaclar vardı, görürsünüz. İndi heç ağaclar yoxdur. Sakinlər bildirirlər ki, burada ağaclar gündüz var, gecə yoxdur. Gecə gəlirlər, sakitcə qırırlar, çıxardırlar və aparırlar. Bax, görürsünüz, burada nə qədər icazəli tikilmiş. Görürsünüz, obyektlər var nə qədər. Burada var, ağacların arasında görürsünüz, insanlar dincəlirlər, dincəlmək üçün şərait yaradıblar ki, adamlar axşam sərin havada da gəlsinlər, otursunlar, çay içsinlər, dincəlsinlər, asudə vaxtlarını rahat keçirtsinlər. Amma deməyiblər ki, ağacları kəsin, görürsünüz, ağacları kəsiblər, baxın necə işləyirlər. Və heç nədən də çəkinmədən, görürsünüz, tikintini davam etdirirlər. Mən bayaq araşdırdım bu məsələni. 2019-cu ildə bu ərazidə Xətai rayonu Xudu Məmmədov 41 ünvanında dövlət yol salma eləyib, asfaltlama aparıb, şəraiti yaxşılaşdırıb. Amma buna baxmayaraq, bugün də qaz vurub qazan doldurmaq istəyənlər bu ərazidə öz məqsədlərini yerinə yetirmək üçün gördüyünüz kimi ağacları kəsiblər. Hazırda abadlıq işlərini korlayıb, öz aləmlərində nəsə tikirlər. Mən bildiyim qədərilə Xətai rayonu üzrə bu ərazinin deputatı Zahid müəllim Orucovdur. Mən buradan Zahid müəllimə müraciət edirəm. Mən Zahid müəllimi çox yaxından tanıyıram. Çox ədalətli, dövlətçil bir millət vəkilidir. Xalqın səsini parlamentdən ucaldan bir millət vəkilidir. Buradan ona səslənirəm ki, sizin sakinlərinizin balaca bir yeri vardı ki, uşaqların orada əyləndirə bilsinlər ki, bax, onu da beləcə hansısa lounge sıradan çıxardır. Və mən buradan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üst tuturam ki, ağaclar kəsilir, sizdən icazə alınıbmı? Fövqəladə Hallar Nazirliyi sizdən hər hansı bir tikintinin aparılması üçün icazə alınıbmı? Xətai rayon İcra Hakimiyyəti sizdən hər hansı bir icazə alınıbmı? Təbii ki, alınmayıb. Alınmadığına görə də necə bunlar bu tikintini həyata keçirdirlər, mən onu bilmirəm. Amma mənə zəh vuran sakinlər dedilər ki, gəlirlər, çəkirlər, sonra da pullarını alıb
yazdıqlarını, çəkdiklərini silib çıxıb gedirlər və mənə güvənərək mənə çağırıblar. Sözün düzü, bura çox uzun bir yol idi. Gəlmək niyyətim belə yox idi, amma məcburən gəldim. Ümid edirəm ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Fövqəladə Hallar Nazirliyi və əlaqədar qurumlar, həmçinin Xətai rayon İcra Hakimiyyəti, bu məsələ Yaşıllaşdırma İdarəsi, bu məsələ ilə bağlı müvafiq tədbirlər görəcək. Ağacları kim qırır, hansı məqsədlə qırır, niyə eləyirlər bunu və eləməklərinə kimdir bunların arxasında dayanan ki, çox rahat günün axşam ağacları kəsdilər, səhər qırdılar, yoxdur yerində. Mən bu yaxınlarda Lerikdə bir meşədə 7-ci dolayda, Lerik qoruğunun 7-ci dolayında bir çəkiliş eləmişdim. İnanın ki, həmən reaksiya verildi, həmin şəxslər işdən çıxarıldı, kəsilən ağaclarla bağlı, həmin şəxslərlə müvafiq tədbirlər görüldü. Amma Bakının mərkəzində budur, buradır, baxın. Niyə bu görünmür bəyəm? İcra Hakimiyyətinin xəbəri yoxdur baş verəndən. Əgər İcra Hakimiyyətinin baş verəndən xəbəri yoxdursa, deməli ona göstərilən etimadı doğrultmur. Öz vəzifə səlahiyyətlərini icra edə bilmir. Və buna görə də bugün bax bu vəziyyətdir. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, digər şəxslər də Azərbaycanda baş verən ictimai siyasi hadisələr, eyni zamanda ekologiyanın pozulması, ağacların kəsilməsi, məmur vətəndaş qarşıdurması, məhkəmələr qalmaqallı, məhkəmə prosesləri və bunların necə həll olunmasını, bu proseslərin, bu problemlərin necə həll olunmasını məhz bizdən Azad Media TV olaraq izləyə biləsiniz. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. İnanıram ki, Xətai rayon İcra Hakimiyyəti, eləcə də Yaşıllaşdırma İdarəsi, Xətai rayon Yaşıllaşdırma İdarəsi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ərazidə baş verən, bax, bütün bunlarla bağlı, eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti baş verənlərlə bağlı müvafiq tədbirlər görəcək.